Bu qurğular su, mesela bulanıqlı suları sirkulasiya eləyir, təmizləyir, filtrdən keçirir, içməli su kimi eləyir, buraxır belə. Məsələn, bunlar böyükdür, bunlar belə telefonda qoymayla deyil də, burada görsənmir də, burada 1% görsənir. Bu o qədər böyük bir layihədir ki, məsələn, bir dənə kanalın, böyük kanalın qabağına qoysan, su bir başdan girir, xarabsı. Bu yandan sirkulasiya olunur, içməli su kimi buraxılır. Hara istəyirsən, şəhərə burax, kəndə burax. Bu böyük bir şeydir. Bunun avadanlığı, burada görsəndiyi kimi deyil də. Məsələn, 65 tonluq kəndən məsələn 20 dənədir. 20-25 dənə 12 metrə konteynerdə hər birinin içində sirkulasiya olunmuş aparatlar, filtrlər, hər şey vardı da. Bu layihə biraz böyükdür. Bunu yerlərində baxmayla bilinər, belə bilinməyəcək. Kim istəsə, səhifədə nömrəmiz var, əlaqə saxlaya bilər. Bu böyük bir şeydir. Daha məsələn, deyərlər, avadanlığında motor bir dənə, filtr bir dənə yox. Bu böyük bir şirkətlər olur. Məsələn, bunu biz alıb qoymuşlar bu stadion yanındakı o şeyə, gölə. O gölün su sirkulasiya eləyirdi, vururdu, stadionda şirin su verirdi. İşlənməyib, demək olar. Bu qurulub, bir partiya vurulub, sonra biz almışıq bunu.